Allah bu xüsusiyyətdədir. Siz onu xatırlasınız, o sizi çox xatırlayar. Bu bir. Zikrin sənə xeyri var, mənə xeyri var. Bu iki. Zikrin yalnız sənin ruhuva yox, zikr elədiyin ev ki var, o evin daşlarına belə təsiri var. Deyə bildim sənə? O gecə ki qalxırsan, münacat edirsən, əl-əf deyirsən, o evin daşlarına da təsiri var. Niyə deyiblər məsciddə dua eləsin, Allah evində dua eləsin, tez qəbul olur? Niyə? Çünki o məkanda Allah dostları o qədər zikr eləyib ki, sanki o daşlar da olub rəhmət, o yer də olub mərhəmət, o məkan da olub Allahın lütfi. Bütün elə bil ya daş, yer, o divar, hamısı birləşib sənin duavı səmaya qaldırmaq istəyir, ərşə çatdırmaq istəyir. Ayə deyim, fi buyutin, bəzi evlər var, əzinəllah, Allah izin verdi o evlərə, ən turfəə, o evlər ucalsın, uca evlər olsun. Adi evlərdən deyil, ərşi evlərdəndir, ali evdir. Bəlkə də daxmadır, amma uca evdir. Bəlkə də görünmür, elə küncdə bucaqdadır, amma məlaikə o evi görür. Ərşdən o ev qəşəng görünür. Kim hardan baxır? Deyir, o evləri uca qərar vermişəm. Niyə ya Rəbbəl aləmin ayədir? Yuskərə fiyhə ismuhu. Çünki o evdə Allahın adı çəkilir. Münacat var, zikir var. Yusabbih ləhu fiyhə bil-ğuduvvi vəl-asal. Gecə gündüz orada Subhanallah deyilir, zikir deyilir. Yəni, lazım bütün gün zikr eləyəsənə, yəni o əməllər də Subhanallah deyir, davranışı da Subhanallah deyir, evdə o hər şey Allah'ı xatırladır, hər şey. Hara baxsan Allah yada düşür. Züleyxa üçün deyirləri, evində olan əşyaların bütün adını qoymuşdu Yusif. Ki, baxanda Yusif yada düşsün. İndi o haram eşqlə çatmaq istədi. Haram eşqlə də Yusifə yetişməzsən. 2 dənə məhəbbət idi də. Biri Yaqubun sevgisi idi. Biri Züleyxanın eşqi idi. Yaqub düz xətlə getdi, Züleyxa yanlış xətlə getdi. Züleyxa yetişə bilməzdi yanlış xətlə. Sonradan çatdı, çünki yolun dəyişdi. Haram sevgi ilə yetişə bilməzsən bir yerə. Özünü aldatma. Bu özü bir dənə hekayədir, mövzumu deyil. Qalsın. Bəlkə də bəzi indi qulaqsa deyərdi, kəş bunu danışırdım, qalsın. Başqa vaxt danışaram. Amma niyə